Mən qabiliyyətsiz birdə Galatasaray Frankfurt idi deyəsən takımın adı. Bəli, bu axşam oynanan Şampionlar Ligi maçının oyun təxminini eləyəcək. İstəyirsiniz başlayaq. Galatasarayın kadrosu budur. Gördüyünüz kimi Osimhen zad var. Kadroları ayarlayıb gəlirəm dostlar. Və bəli dostlar, kadroları belə elədim. Hücuma çəkdim takımı çünki Frankfurt bizdən zəifdir fikirləşirəm. Çox güc var əldə. Burada öz eyibləri keç. Gördüyünüz kimi qarlı hava, soyuq hava. Mən Galatasarayı idarə eləyəcəm bu arada. Dostlar, bu arada mən Beşiktaşlıyam. Porsen ilə belə Galatasarayı idarə eləyəcəm. Gördüyünüz kimi oyuncuları, Galatasarayın kadrosu, Frankfurtun kadrosu, çox zəif kadrosu demək olar ki, yoxdur. Bizə eyni gücdədirlər. Maça başladıq. Gördük sağı. Osimhenə getmədi top. Ay. Topu aldıq. Sara topu aldı. Sara. Gördü Osimheni. Osimhenlə qapıya zərbə Kaputini. Çox qəşəng alınmışdı. Çox qəşəng, çox qəşəng. Ay, burada heç kəs yoxdur. Osimhen çox top almağa cəhd göstərir, olmadı. Oyu qəşəng keçdi. Sara dayandıramadı, qarşısın qapıya zərbə olmadı. Gördük sağı. Heç solu. Osimhenə verdi topu. Osimhen irəliləyir. Osimhen pasını ötürdü. Sağı gördük. Osimhen vuracaq və gol. Hesab açılır. O Victor Osimhen. 1-0 qabaqdadır Galatasaray. Victor Osimhen. Çox qəşəng çərin gördük orada. Pasa baxın. Osimhen də saxlamadan zərbə və hesab açılır. Galatasarayın evində olacaq deyəsən bu arada dostlar maç. Osimhen yenə top aldı. Osimhen nə qarır belə? Osimhen'i gördük amma top keçmədi Osimhenə. Osimhen yenə top aldı. Osimhen özü vuracaq. Osimhen vurdu amma çox zəif qaldı zərbə. Çox zəif qaldı. Rəqib topu daxillədi oyuna. Osimhen yenə ucuna atdı. Osimhen yenə topu aldı. Qalx Osimhen. Osimhen top aldı. Qaldırdı ortanı. Gələ pas verərdik. 2 zərbədə ikisində də qapıcıda qaldı. Uşaqlar tez. Orada kimsə yoxdur. Sağ cinatda. Solda. Sara aldı topu. Sara qalx. İçəri keçin. Osimhen içəridədir. Osimhen Kaputini. Offside. Offside. Osimhen offside-a düşüb. Olsa qol olmadı, Kaputini engəl oldu. Osimhen həqiqətən də çox şey eləyir. Yaxşı faal alınmadı. Sara yalanmadı. Sara fake atdı. Çox qəşəng. Ay. Abdülkerim bardaqçı buraxma. Qapıya zərbə Mustera qoymadı hesab açılsın. Rəqibdən gələn top uzaqlaşdırın uşaqlar qəşəng. Osimhen çıxır. Osimhen sürət yığır. Oynadı içəriyə. Ara vurdu. Oğlum içəriyə vuracaqsan. İlk hissəyə artı 5 dəqiqə artırılıb. Osimhen qalx. Heç nə olmaz. Osimhen yenə. Və ilk hissə belə də başa çatdı. İlk hissədəki Osimhen. Dəyişiklik eləməyəcəm hələ ki. Oyuncular daxil oldu. Və maç da başladı. Yenə Osimhen'i çıxartmadıq oyundan. Osimhen oyundadır. Frankfurt oyuncular ancaq Osimhen'in yanındadılar. Kapatmaq istəyirlər. Tez. Osimhen qaç. Osimhen. Qəşəng Osimhen.
və gol 2-0. 2-0, 2-0. İnanılmaz hesab açıldı əziz dostlar. 2-0, 2-0. Osimhenin içəriyə pası və qol da tapdıq ikinci hissədə. 2-0 oldu. Daha çox qollar da gözləyək. Gördük sağı. Tez uşaqlar, tez. Tez. Osimhen zərbə engəlləndi. Təkrar zərbə ilə engəlləndi. Burada oy 3-0. Sara 3-0 elədi. Su hərəkətini də çəkdi. Sara. Osimhenə. Dostlar orada barda vurmaq işarətinə vururam şuta. Vurmur şuta. Tədim məzələnirmiş rəqiblə. Ay Osimhen faul vermədi, sarı vermədi yaxşı ki. Görüm oyuncu çıxarda bildik. Bəli, bunlardan çıxardaq bir-iki dənə. Bu cinaq. Forvet məncə yox, Osimhen hələ yaxşıdır. Savunmaya çevriliş düşməyib də. Sən bura. Yaxşıyıq. Dəyişikliklərimizi elədik. İlk hissədən də elə fail oldu. Və oyuncular oyuna daxil olur. Oldular da. Və topu aldıq. İnanılmaz. Osimhen'i gördük. Osimhen keçər bu ikisində. Osimhen keçdi. Zərbə 4-0. Osimhen'in zərbəsini engəllədilər. Amma təzdən zərbə, təzdən qol. Baxın dostlar, burada Osimhen gəldi, keçdi. Şutun vurdu, qapıcı qaytardı amma qaytardı. Təkrar zərbə və qol. Qarlı havada 4-0 oldu. Rəqib qapısında dayanmadan qollar görür. Təzdən Osimhen bu gün rəqibə belə oldu. Aldılar topu. Gördü. Osimhen və gol. 5-0. 5-0 Osimhen. Osimhen bugün dayandırılmır. Osimhen nələr elədi bugün? Victor Osimhen. Nələr elədi o bugün? O hiss eləmədi elə bir rəqibi. Yenə topu aldı. Bu Osimhen nağarır. Osimhen ortadan qaçır. Topu istədi, verdi. Gördü Osimhen. İçəri keçin. İçəri. Pasını ötürdü. Bu zərbə engəlləndi. Blok gəldi. Buraxma. Osimhen al o topu ondan. Osimhen aldı o topu. O qəşəng keçdi. Və gol. Artıq rəqibin qapısı dayanmadan qol görür. Qapı darmadağın oldu. Dəyişikliklərimiz oldu. Sara çıxdı oyundan. 6-0 oldu. Çox böyük bir şotdur. Osimhen həqiqətən də bugün məncə maçın oyuncusu Victor Osimhen'dir. Artı 13 dəqiqə nə idi? Aldıq topu. Ay. Ay uşaqlar, hamımız bazara getdik. Zərbə və Mustera buraxmadı qolu. Osimhen'in pası qeyri dəqiq alınmadı. Yenə çıxmaq olar. Osimhen girir rəqibin cərimə sahasına. Və hocam penalti. Qırmızı kart. Oy. Qırmızı kart. Və zərbə. Gol lazımdı. Osimhen və gol. Penaltini də yerinə yetirdi. Osimhen 7-0 və bu maç burada bitmədi. Osimhen yenə topu aldı. Osimhen deyir sizi 8-ci qolu da görəsiniz. Yenə gəldik. Oynadıq içəri və gol.
Osimhen bezdi qol vurmaqdan. Həqiqətən də bu video başqa video oldu. 8-0. Osimhenin qolları dayanmır. 8-0 və bu maç burada bitdi. Victor Osimhen. Azarkeşlər çox razıdır. Qollar burada görsənir. Osimhenə baxın dostlar. 10-da 10-la oynayıb Osimhen. Rəqibin yəni belə şeyləyənmədi. 8-0 dostlar. Oyunun təxmini 8-0. Galatasaray udacaq Frankfurtu. Bəli, çox çətin görsənə bilər, amma məncə uda da bilər. Çünki Osimhen oynayacaq məncə ilk 11-də Frankfurtla. Hər nəysə dostlar, oyunun təxmini 8-0 Galatasaray. Başqa videolarda görüşərik. Sağ olun, salamat qalın. Bu arada dostlar, Qarabağda tarixi qələbə qazandı 3-2. Kanalımda paylaşmışam, keçib baxa bilərsiniz. Sağ olun, salamat qalın.